Müğənni Günel Zeynalova keçmiş nişanlısı, iş adamı Reza Zerrab və Türkiyəli həmkarı Ebru Gündeşlə aralarındakı küsürlükdən danışıb. Doğru Xəbər maqazini xəbər verir ki, 106 FM-də qonaq olan sənətçi zamanın çox şeyi dəyişdirdiyini bildirib. Zaman keçdikcə kinim, əsəbim bitdi. Ebru Gündeşi də onu da bağışladım deyə Günel qeyd edib. Günel plastik əməliyyat iddialarına da cavab verib. Məndə estetik var, bir burnum, bir də dodağımdır. Deyirlər yanağını da düzəltdirmisən, üzünü dəyişdirmisən. Allah bilir ki, heç nə yoxdur. Qeyd edək ki, Günel ilə Zərrab nişanlı olan ərəfədə Ebru Gündeş onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var. Əslən Cənubi Azərbaycandan olan tanınmış iş adamı Reza Zerrab bu ilin yanvar ayında Dilara Altıntop adlı menecerlə ailə həyatı qurub. Hətta onların Miami'də 3 gün 3 gecə toy etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.